Bir T-Rexə qarşı neçə qızılbaş əsgəri döyüşə bilər? Bilirəm, çox gülməli və absurd sualdır, amma buna cavab vermək istəyirəm. Ümumiyyətlə, birdən-birə təsəvvür edin, qızılbaş əsgərlər gedir, qabağına bir T-Rex çıxdı. Neçəsi bir T-Rexi məğlub eləyə bilər? T-Rex 5 metr hündürlüyündə vəhşi bir canlıdır, yırtıcıdır. Quru canlılar arasında ən güclü sənəyə sahibdir və demək olar ki, nizə, qılınc onu zədələyə bilməz. Və atın belindəki səhvlər üçün də o at T-Rexi görsə qorxub qaçar. Ona görə də çox çətindir. Bilirsiniz ki, azca qədisiyə döyüşündə dəvə görən atlar qaçırdı. Fildən də həmişə atlar qorxub qaçıb. Buna görə də at əslində T-Rexi görsə, demək olar üstündəkini saxlamaz. Ona görə də ani bir qarşılaşma olarsa, demək olar ki, qızılbaş əsgərlərinin şansı yoxdur. Amma tutaq ki, 50 qızılbaş əsgər olsa, 60 qızılbaş əsgər olsa və yayları ağır olsa, yəni oxları ağır olsa, yayları ağır olsa, bəlkə də sürətli olduqlarına görə T-Rexdən müəyyən qədər onu zədələyə bilərlər, gözünə vura bilərlər, ayaqlarını zədələyə bilərlər və beləcə uda bilərlər. Amma tələ qursalar, %100 qalib gəlirlər. Amma biz birdən qarşılaşmadan danışırıq deyə tələ ehtimalını sildik buradan. Atların hürkməsidir, T-Rexin dərisinin çox qalın olmasıdır, yəni gönü qalın olmasıdır və qızılbaşların anidən qarşısına çıxsa, qızılbaşlar çox qorxar. Belə bir ssenari qursaq, mən düşünürəm ki, 50-100 arası qızılbaş əskəri bir T-Rexi güclə də olsa yenə bilərlər. Yəni durmadan ox atacaqlar və onlardan biri onun gözünə dəyərsə və yaxud da ki, daha incə hissələrinə dəyərsə, üstünlüyü götürə bilər. Amma samuraydır, cəngavərdir, bunun kimi duel döyüşən əsgərlərin T-Rexə qarşı heç bir şansı yoxdur. Çünki heç onların yayı da olmur, oxu da olmur. Yəni sürəti də yoxdur, at belində də deyirlər. At belində olanda da birbaşa hücum eləmək üçün at belində olurlar. Ona görə də əslində Monqol atlısıdır, Göytürk atlısıdır, yəni köçəri atlılardır, qızılbaş atlılardır, məmlüklərdir. Bu kimi atın belində oxutan əsgərlərin daha çox şansı var.